Qrafik informasiyanın kodlaşdırılması. Salam dostlar. Bugünkü mövzumuz qrafik informasiyanın kodlaşdırılması olacaq. Telefon və kompüterdəki şəkillərin niyə fərqli ölçüdə olduğunu, rənglərin necə kodlaşdırıldığını öyrənəcəyik. Qrafik informasiyanın kodlaşdırılması nədir? Təqdim olunma formasından asılı olmayaraq, bütün qrafik informasiya kompüter ekranında raster formatında kodlaşdırılır. Bu zaman hər görüntü piksellərdən ibarət düzbucaqlı cədvəl şəklində təşkil olunur. Hər pikselin rəngi və parlaqlığı ədədlərlə ifadə olunur. Bu da kompüterin ikili kod vasitəsilə rəngləri yadda saxlamasına imkan verir. Rəng dərinliyi dedikdə, bir pikselin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarı nəzərdə tutulur. 1 bit 2 rəng, 2 bit 4 rəng, 4 bit 16 rəng, 8 bit 256 rəng. Rəqəmsal videoda 15 bit rəng dərinliyi kifayət edir. Amma gerçək foto keyfiyyəti üçün ən azı 24 bit istifadə olunmalıdır. Qrafik fayl həcmi. Qrafik faylın həcmini hesablamaq üçün onun uzunluğu və eni və rəng dərinliyi bilinməlidir. V bərabərdir A vur B vur N. Məsələn, 256-nın 256 piksel ölçülü şəkil 512 rəngdən istifadə edir. Hesablama aşağıdakı kimidir. Rəng sistemləri. Monitorda istənilən rəng 3 əsas rəngin qırmızı, yaşıl, göy rəngin qarışığından alınır. Bu RGB sistemi adlanır. Əgər hər bir əsas rəngin parlaqlığını kodlaşdırmaq üçün 8 bitdən istifadə olunursa, onda hər piksel üçün 24 bit tələb olunur. Bu isə True Color tam rəngli kodlaşdırma adlanır və 16,8 milyon rəngi göstərməyə imkan verir. Çap işlərində isə 3 əsas rəngdən deyil, tamamlayıcı rənglərdən istifadə olunur. AB, sırğa çiçəyi və sarı rənglərdən. Çapda qara rəng ayrıca əlavə olunur. Bu sistem CMYK adlanır. High Color. Əgər çox yüksək dəqiqlik tələb olunmursa, rənglər daha az bitlə də göstərilə bilər. Məsələn, 16 bit rəng dərinliyi ilə kodlaşdırılan şəkillər High Color adlanır. Faylın həcmi daha az olur, amma keyfiyyət True Color qədər yüksək deyil. Açar sözlər və izahları. Piksel. Şəklin ən kiçik elementi olan rəngli nöqtədir. Nə qədər çox piksel olsa, şəkil daha aydın görünür. İcazə. Şəklin üfüqi və şaquli piksel sayıdır. Məsələn, 1920 vur 1080 piksel. Rəng dərinliyi. Bir pikselin rəngini göstərmək üçün istifadə olunan bitlərin sayı. 1 bit 2 rəng, 8 bit 256 rəng, 24 bit 16,8 milyon rəng. RGB. Monitorlarda istifadə olunan rəng sistemi. Qırmızı, yaşıl, göy rənglərinin qarışığından bütün rənglər alınır. CMYK. Çap üçün istifadə olunan rəng sistemi. AB, sırğa çiçəyi, sarı və qara rənglərdən ibarətdir. True Color. 24 bitlik kodlaşdırma. 16,8 milyon rəngi göstərməyə imkan verir. Foto keyfiyyəti üçün uyğundur. High Color. 16 bitlik kodlaşdırma. Fayl həcmi az olur, amma keyfiyyət True Color-dan aşağıdır. Qrafik fayl formatları. BMP sıxılmamış böyük ölçü, JPEG sıxılma ilə fotolar üçün, PNG şəffaf fon dəstəkləyir, GIF sadə animasiyalar üçün, SVG vektor formatı. Yekun. Kompüterdə şəkillər piksellərdən ibarətdir. Onların rəngi və parlaqlığı ikili kodlar vasitəsilə yadda saxlanılır. Rəng dərinliyi və icazə faylın ölçüsünü müəyyən edir. Ev tapşırığı. 512 vur 512 piksel ölçülü şəkil 256 rənglə kodlaşdırılırsa, onun yaddaşda tutduğu yeri hesablayın. RGB və CMYK sistemlərinin fərqini izah edin. Beləliklə dostlar, bugün qrafik informasiyanın kodlaşdırılması mövzusunu öyrəndik. Ümid edirəm mövzunu yaxşı başa düşdünüz. Növbəti dərsdə görüşənədək. Sağ olun.